Gecə saatlarında Masallı rayonunun İskəndərli kəndində Ramal Abdulhüseynova məxsus evdə yanğın baş verib. Hadisə zamanı bir mərtəbəli 5 otaqlı evin 3 otağı içindəki əşyalarla birlikdə yanıb. Yanğın baş verən vaxt ev sahibləri evdə olsalar da yanğından gec xəbər tutublar. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Dövlət Yanğından Mühafizə Şöbəsinin yanğın söndürənləri cəlb olunub və ailə üzvləri yanan evdən xilas ediliblər. Evin bir hissəsi və ətraf tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ev sahibi 30 yaşlı Ramal Abdulhüseynov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Yanğının baş vermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq. Çıxdım, gördüm ev yanır, kanalizasiya orada tonqal yanır. Bir dənə hələ pajarni yoxdur. Pajar necə məlumat veriblər saat yarım qabaq, elə bir qazadan qabaq. Hələ gəlib çıxmayıb. Nəhayət pajarni gəldi, başladı suyu vurmağa. Evdən də bir dənə qara çöp çıxmadı, hamısı külə döndü.